Hər kəsə salam dostlar, əziz izləyicilər. Bu günlərim sizə yenə dimə düşə biləcək qrammatika suallarının izahını təqdim edəcəm. İlk öncə elə başlayaq birinci sualla. Bizdən sayılanları istəyir. Burada oil sayılmaz. Burada butter sözü sayılmaz. Sugar sayılmaz. Burada money sözü sayılmaz. Birinci sualın cavabı olacaq nə? D variantı. İkinci suala baxıram. Deyir sinemaya yoxsa teatra getmək istəyirsən? Ayrıca cümlənin əvvəlində gəlməz. Deyir ikisinə də getmək istəmir də, evdə qalmaq istəyir. Heç biri. 7-yə baxaq, elə burada olmuşkən. Tense form. Burada since varsa cavab olacaq A variantı. Baxaq üçüncü suala. Zen olduğuna görə və burada work olduğuna görə zərf axtaracağıq. İkinci isə müqayisə dərəcəsi axtaracağıq, yəni C variantı. Journal sözü cəmdədir, elotdan sonra of gəlməlidir. Həmçində each word-lə işlənməz, cavab olacaq A variantı. Baxaq 9-a, passive voice istəyir, late var, getdi. How many kilos of have been sold? How long has he been? Burada bir dənə şey olmalıydı, cavab olacaq C. Yaxşı, baxaq bu suala. Anybody isi canlıdır. Canlı olanda biz nə demişdik? Demişdik who, whom, that olacaq. Burada she-də həm də whose. She də mübtəda olduğuna görə whom olacaq. Yəni cavab olacaq D variantı. Bu elə belə sualdır, yəni sadə sualdır. Düzgün cavabı sualı istəyir. Bax uşaqlar, zera zeris tipli cümlələr zera olsun bu. Bu da zeriz olsun. Özündən sonraki ilk sözlə uzlaşır. Yəni bu ilk söz cəm olarsa ar olur. Bu ilk söz tək olarsa iz olur. Bu qaydanı bir yadımıza saxlayaq. Burada leaves var, izdən uzlaşmaz. Bir getdi. Leaves var, are var. 2-ni mən götürək, yəni 2-ni yuxarıdan yazaq. Is var və leaf sözü təklədir. Eyni şəkildə 3 də düzdür. Cavab olacaq 2, 3, yəni D variantı. Baxaq bu suala. Difficult var. 2 səhvdir. Published 4 düzdür. Will never be forgotten. 3 düzdür. Cavab olacaq B. So-dan sonra ilk öncə bilmək lazımdır. So-dan sonra sifət gəlir və yaxud da so-dan sonra zərf gəlir. Və bunlar hansı dərəcədə olmalıdır? Adi dərəcədə. İlk öncə bunu bilmək lazımdır. Saçdan sonra isə gəlməlidir ya isim, ya da ismi birləşmə. İsmi birləşmədə nə idi? Sifət plus isim. Gedəkmi? Bir düzdür, nice şeydir. Burada nice sifətdir, 2 səhvdir. Hə, birdən deyir, hansılar deyir, düzgün deyil. Deməli, biz 2 düzgün deyil. So, 3 düzdür. İndi burada bəzi şeyləri edək. Bunları silək. Aha. Ayda. Hə, nəysə. Deməli, biri çıxaq. 2-ni götürək. 3-ü götürək. Saçdan sonra isim gəlir. 4-ü də gəl çıxaq. Sodan sonra a lot of gəlməz. 2, 3, 5. Bu da olacaq 3 dənəsi. Yəni D variantı. Baxaq. 13 tipli suala. Burada iz varsa biz tapaq nəyə baxaq ilk öncə? Bağlayıcı feillərə. Bağlayıcı feillər nədir? Bağlayıcı feillər olanda zərf yox, sifət qoyacağıq. Bunlardan elə başlıca to be-dir, become-dır, look, taste, smell. Bunlar idi ki, bunlardan sonra sifət gəlirdi. Elə to be də onlardan biri olduğunca hay cavabı elə bizim
cavabımızdır. Hə. 14. Map. Map ilk öncə biz bilirik ki, nədir? Cansız. Cansız olduğuna görə biz qoyacağıq with və yaxud da z. They show us we can go to without miss transport. Burada qaldı bizim Y variantı qaldı. Bir də B variantı qaldı. Deyir, göstərir bizə. Biz gedirik necə? Necə olacaq cavab? Daha doğrusu hara? 19 qalır deməli, xüsusi sual sözü qalır. Üzərinə gələcəyik biz bir dənə köməkçi feil. Burada did varsa, was dedişəsi olacağına görə were gələcəyik. Yəni bir dənə köməkçi feil. B gedəcək. Başqa görək were varmı? Y gedəcək. Daha doğrusu was varmı? Çaşdım. Deməli was getdi. Was getdi. Burada da with getdi. What were. Biz bilirik ki, köməkçi feilinə sıfır yanaşı gəlməz. Y də getdi. 20. Deyir, burada park eləməyə icazə yoxduğunun mənası nədir? Burada deyirsən park eləməlisən, yox. Burada park eləməlisən, yox. Burada park eləməməlisən. Cavab Y variantı olacaq. Maraqlı suallardır işlədiklərimiz. Məsələn, 15, 16 suallarına baxaq. Aha, off var. İlk öncə və agrees. Burada tək xəbər olduğunu biz bilək. Yəni, xəbərə əsasən baxacaq. Post gedəcək, post gedəcək. Nan, nayzə, nayzə uyğundur. Opinion sözü nədir? İsimdir. Və cəmdədir da bu isim. Ona görə ənazə variantda gedəcək. Burada with opinions, yəni burada yəqin ki 2 insan yox, 2 plus insandan söhbət getdiyinə görə Y-də gedəcək, cavab olacaq D. 16-ya baxaq. Shall be able-dan sonra, burada zaten to var. Have-dan da sonra to gəlir, could-dan sonra to gəlməz, might-dan sonra to gəlməz. Will be able to-dan shall be able to demək olar change it, amma he-dən sonra shall be able to gəlməz. Qaldım mən B ilə Y-nin arasında. Deyir, hə, burada isə has gəlməlidir. Belə getdi, cavabımız olacaq Y variantı. Aha, getdik, baxaq 21-ci suala. Don't cry deyir, ağlama deyir, sakit danış, quietly. 22, blacks necə olmalıydı? Bu şəkildə olmalıydı. 1 getdi. To-dan sonra cəmlənməli idi. Yəni, bu şəkildə olmalıydı. 2 də getdi. Cavabımız olacaq 3 və 4. Yəni, A variantı. Aha, baxaq. Yəni, bu sual işlədik. 18-ə baxaq. Deyir, hansı neçə variant düzdür. Deyir, please. Close the window deyir, getdikdən sonra after gedəndə cavabları düz olacaq. Burada. Gedənin əvvəldə ola bilər. 1-2. Məncə elə bütün variantlar düzdür. Elə cavabımız olacaq Y variantı. Əhmədə baxaq 23-ə. Əhməd və onun yoldaşı. Onun yoldaşı kim getdi? He getdi. Biz burada his verəcəyimizi artıq dəqiq bilirik. Özündən sonra isim gəldiyinə görə theirs variantda getdi. Hers variantda getdi. Cavab verəcəyik A variantı. 24-ə baxıraq. Deyir, remember the word.
Deyir, onlar çoxlu insanlar var dünyada. Amma deyir, hamısı yemək kim ki hamısı yemək yeyə bilmir. Burada inlə əvvələ baxırıq. 24-cü sual A variantı olacaq. 22-yə baxdıq biz. Baxdıq. Keçək 23-cü suala. 25-ci suala daha doğrusu. Burada aşağıda bax, yaxşı. 25. Saçdan sonra, bu düzdür. Sodan sonra mat şərif düzdür. 1-2 elə götür. Saçdan meni gəlməz, 3 getdi. So little parrots gəlməz, getdi. 1-2-4 cavabı çox idealdır və C variantını əks etdirir. 31-ə baxaq. The friends were, both gələr, some of gələr, ya da all of da gələr. 1, 3, 5 variantı doğru, tam toplu tipli bir sual idi. Baxaq biz 26-cı suala. When. İki tərəfdə varsa mənim öz müqəddəratımı buraxıb. When-dən sonra will gəlməz. Əla, sadəcə biri çıxa bildim. Had keçmişdi, arrive indikidir. 2 də olmaz. Cavab oldu 3 və 4. Yəni A variantı. 32-yə baxaq. Bizdən passive voice, düzgün passive voice istəyir. Burada zərf var, getdi. Burada da there was var. Biz bilirik ki, there is, zera tipli cümlələr passive voice da işlənməz. Cavab olacaq 1 və 2, yəni A variantı. 33-ə baxaq. 33-cü sualda bizdən typist, insan addır. Ona görə B variantı. Felt isimdir. 50 dəfə izah eləmişəm bunu. Passive voice sualına gələk. Yəni də who read this news. Burada bilirik ki, read sonunda S olmadığına görə nə hansı zamandadır? Keçmiş zamandadır. Ya Allah dedik, olacaq who. Bu keçdi qabağa. This news was read. Bir də by. Bu da var Y variantında. Baxaq digər suallara. Məsələn 28-ə. 28-ci suala baxaq. Burada before var deyə biz artıq burada nə verməliyik? Bitmiş zaman. Haven't to andan gəlmə səhvdir. Bunun da tusu yoxdur. Cavab olacaq Y. O 34-cü suala baxaq. Aren't table'dan sonra to yoxdur. Don't have'dan sonra to yoxdur. Haven't to səhvdir. Out'dan sonra to yoxdur. Cavab olacaq D variantı. 35-ə baxaq. Elder and Nergis contest in 2011. Keçmiş sadə zaman verəcəyik. Yəni took part. B variantı. Baxın görün bir dəqiqə vaxt nə qədər oldu. Bu qədər. Hələ biraz da izah edək. Bu artıq sual. Məsələn 30 tipli sual izah eləmədik. Neither'dən sonra nor işlənməlidir. Bu düzdür hələ ki, bu düzdür hələ ki. Burada or işlənməlidir. Burada isə both'la and işlənməlidir. Biz qalıq ki, repeat, I learned Spanish and French. Burada isə cavab olacaq nə İspan dili, nə fransız dili. Cavab olacaq C variantı. 36-da among olduğuna görə the best variantı olacaq. Yəni bunlar sadə gözüm gördü deyə deyim. Burada bir dənə qəşəng sual var. Elə sualın da daxilində nəsə izah vermək olar. Bax, bilmək lazım ki, to tell the truth. Yəni düz doğrunu deyəndə Z artiklından işlənir, amma to tell yalan yolanda E artiklından işlənir. Yəni bunu da bir fikrimizdə saxlayaq. Z, E və daha sonra Z olacaq. Artıq həmən məsləhətdən söhbət gedirsə Z artiklda olacaq. Bu da belə. Dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Bugünkü mövzumuz isə bu qədər. Sağ olun, salamat qalın.